Diqqət! TikToker Ləman Vəliyeva ərə gedir. O, yaxın vaxtlarda bir şəxslə görüşdüyünü və danışdığını izləyicilər ilə paylaşmışdı. Amma şəxsin kimliyi haqqında tam məlumat verməsə də, ona Əşrəf ləqabını vermişdi. İndi isə Əşrəflə kəbin kəsdiyini və zaksa hazırlaşdığını izləyicilərə bildirib. Əşrəfin harda, nə işlə məşğul olduğunu soruşan izləyicilərə Ləman iş yerini və işi haqqında məlumatı da verdi. Buyurun, həmən kadrları sizlərə təqdim edirəm. Bir iki dakika. Fikirləməyin qızlar, yaxşı olur. Bu dünyanın sensiz neydi? Teklif açan da olub uje, narahat olma. Teklife göre narahat olmuş olub. Gece kimi sense bir gideceğin ver. Yüzüne ne işledirsen bayağı gösterdim aşkım. Bu ərə gedəndə, səni gözləyirəm. Sən açan məni alacaqsan, onda gedəcəm. Qışqıldıq. Ləman, üzündə nə işlədirsən? Toya çağırda bir toy gör, birbaşa qaçacaq tırın içində. Boşluq qaçırıq. Bəs ayliş. Ayliş, necə yəni bəs ayliş? O nə deməkdir bəs ayliş? Oğlum ayliş nəsər yəni ayliş? Şu anormal suallar başladı. Конечно, aparam. Ayşe neyleməliyim bəs? Ne olmalıdır? Ne tür suallar da verirsiniz düşük. Uşaqlar evinə sənin nəslini qoyarlar. Cındırın balası. Qaynaq da. İşləyirəm. Toy nədir uşaqlar? Toy nədir? Toy pırço. Sadə zaks edirsən, pis. Toy nədir? Yox, bəlkə biz fotozatda qapıdan bir vağzalı ilə çıxım. Özümü dartmıram Babayev. Yox, Sıvay da evlənməyib. Sütün oğlan uşağıdır. Əli qız əlinə dəyməmiş, sütün oğlan uşağı. Bəs necə inciyərəm? Yaxşı qızlardan qıraq deyil, çox qızlarla danışdım, üz gördüm onlarda. Qərar verdim ki, vaxtında deyil, danışdım. 4 ildə də deyir, sən izləyirəm. Görürüm ki, yəni ondan deyil. Məni alır qızlar. Heç. Al beni. Xalçaya büküb qaçırdacaq məni həri, özü tırda. Ne güzel, ciddisən, o xüstü diyor ha. Büyüdü səndən. Hə? Hə, məndən, hə, biraz böyüdü. Oğlan necə dözür belə xasiyyətə? Onun xasiyyəti necədir ki, bilirsən? 40 değil yok. 50'dir. Yo, sütül subay olan uşağıdır. Balacadır məndən, 28 yaşı var. 30'un içindədir. — 28 yaşı var. Yaxşı da həkki, ola bilməz. Məcəllənmirəm, 28 yaşı var. Bu dünyanı zərdin neylənəm. Pullu deyil ay qız, kasıb uşaqdır. Qocaldarsan yetmir. Sevgi adamı qocaltmalıdır, bəs neyləmədi? Evi var, yox ay qız, evi yoxdur ki. Kiraya qalır.
Olacaq, səni biraz səbr elə. Mən də onu gözləyirəm də. Bəli qızlar, birinci kəbin kəstirirsiniz, sonra zaks edirsiniz. İndi bəs necədir? Mən necə deyirəm, siz də elə. Sən Allah, nə edibsən? Dediklərimi. Zaks eləyəcəm, eləməmişəm. Amma eləyəcəm. Daha doğrusu eləyəcəyik. Niyə eləyirsən ki? Elə olmalıdır, necə olmalıdır? Elə olmalıdır. Kəbin, alınca da zaks. Bəli. Ne kadar vaxtı tanıyırsan. Kiminəsə illərlə danışarsan, heç nə olmamış çıxar gedər. Kimsə tanıyıb münasibət qurmaq üçün məncə illərə ehtiyac yoxdur. Ona qalanda o məni 4 ildir istəyir TikTok'dan. Yəni qıraqdan izləyir. İllərdir danışdığınız insanlardan nə xeyir gördünüz qızlar? Peki aldı sizi arvad elədi. Əksinə udar vurdular, getdilər. Sevgi günahaya baxmır məncə. Əsas odur məqsədi ciddi olsun, niyəsi ciddi olsun. Sən apardığı mənzil bilinsin ki, harada. Onun vaxtda nə adiyyəti var ki? İllərlə danışanlar da görmüşük də. Ondan deyil. Bəxt deyilən bir şey var, qismət deyilən bir şey var valla. İnsan illərlə də danışsa, ayrılıq varsa, bura yazılıbsa var. Ne bileyim, bir ayda danışsan bura yazılıbsa var. Qismətin axıra kimi kimləsə eynidirsə, bir aya da evlənsən budur, bir ilə də evlənsən budur, 10 ilə də evlənsən budur. O da Allahın yazısıdır. Qaçmaq olmur. Allah haqqı. Yəni Allahın yazısı. Bəzən deyir ya, ay Allah, bu oğlan bu qızın nəyinə oldu? Baxdı, bu qız bu oğlan nəyinə getdi? Qismətləri bildi də deməli, Allah yazıb belədir. Neyinə bilərik? Eniştəmiz hardadır? Eniştəmiz evdə harda olasıdır bu vaxt? İşində gücündə. Narahat olmayın, nəzarətimdədir hər dəqiqə, hər saniyə. Mən boş buraxmıram. 15 dəqiqədən bir görüntülü, 5 dəqiqədən bir zəng. Çox danışmaq, söhbət getmir, sadəcə məlumatım var. Bürcüm qızdır mənim. Onu deyə bilmərəm bürcün nədir. Gözler parıldıyor. Peki. Yo. Bir şey diye bilmem nerede. Gözümden yaş. Ne iştir? Kamaz şoförüdür. Hoş bilirsən, kamaz şoförüdür. Ne var orada bilməli? Onu bilməm. Tır sürür. Hoş bilirsən, ay qız. Hə? Getmərsiniz ki, kamaz şoförünə qızlar. Ne oldu sizə bacım? Giderim başım. Yuh, mezelemiyorum, ciddiyim. Niye mezelenim ki? Tır sürürdü ona. Şeydi. Gizledim sizden. Dedim tır sürürdü. Yüzünü göstermiyorum ama dedim tır sürür. Tır ayrı, kamaz ayrı. Ne bileyim, ben onları yeni bilirim aşkım. Vallahi doğdum değil ki. Ne sebep bilmem ki. Ciddisin ha. Niye olmuyorum ki ciddi boşu şöyle. Kimiyle hele bilirdiniz böyle pullu iş adamı zatıdır. Ha öyle bilirdi. Öyle değil aşkım. De ben de onu diyorum da. Olur kasıp da Allah. Yani varlı biri değil. Bilebilirsin milyarder zattı. Yok kızlar. O da bilir.
Sadə insandır bizim kimi. Türkdür. Yox, hayır, Türk ne olur? Şeydi, bunu başı tutmur. Şöyle yapardı bizi, pəncərəni bağla. Yetim uşaqdır, kasıb uşaqdır, tır şoförüdür. Özünə görə oğlandır, Tomi çox sağ ol, sadə. Gözəl insan, gözəl şəxsiyyət. Soruşursunuz deyirəm, deyəndə də acığınıza gəlir. Milyoner neyinir səni? Valla da, mən də onu deyirəm, daşqım. Neyinir məni milyoner? Girdilər də. Hər an öz tayı öz yarı var. Bəs necə? Bəs necə? Sənin yarın kimdir aşkım? Məsələn, sənin tayın kimdir? Bir dənə buraya yazardın. Tır yo özünü deyil, kredit götürüb. Aylıq ödəyir. Bu dünyanı sensiz neylərəm, neylərəm, ümidimi gecə göylərəz neylərəm. Niyə məzələrəm ay qızlar? Mən sizdən məzələndiyimi görürsünüz. Ayıb deyil valla, xətrimə dəyirsiniz ey Quran andov. Küsürəm sizdən qəlbəni, Allah haqqı. Bu nə danışıq tercidir qız. Necə pulu? Pul mənə iynəsinə kasıb uşaq yaxşıdır, kasıb yaxşıdır. Sen olasan acından ölene gidersen. Niye ki ben acından ölene gitmiştim. Böyle benim acından dirilene gitmiştim ki. Öyle danışırsan ki hanım. Öyle bir milyarderin arvadı olmuşam vaxtında. Düşü danışırsan eğer. Aliyeva evvel atan olan sonra anan olan. Azlağına iş koyuram ya. Soruşursuz mən də deyirəm. Düzün göstərmirəm sadəcə. 28 yaşı var da yalandan deyim sizə. Nüşsüz də qəribə gəlir ki. Qız yaşda özündən böyük oğlana gedə bilər. Oğlan özündən yaşda böyük qadın ala bilməz. Nə var ki burada? Niyə qəbullana bilmirsiniz ki? Başa düşmədim mən. Qız özündən yaşda böyük oğlana gedə bilir. Başa düşmədim. Şütəxlisiz tanışırsınız. Hər şey qarşılıqlı olmalıdır bu həyatda. Niyə hər şey bu qədər ciddi? Ciddi. Ailesi icazə verir. O özü qərar verən insandır. Öz fikirləri var. Verir, niyə vermir ki, nə olub ki mənə? Bizim səndən çox istəyirlər məni. Dəhşət. Boyacaq canlı. Bəli, müasirdir, deyir, aça bilərsən. Mən izləyicilərimi qoyub qala bilmərəm izləyicilərimsiz. Müqaviləmi izləyicilərimlə bir yerdə bağlamışam. Kızlar ben sizsiz kalamam ya. Hayır. Müasirdir, narahat olmayın, qoyacaq canlı açmağa. Özü göstərməsə də qoyacaq. Özünü göstərməyi sevmir çünki elə bir xarakteri yoxdur. Amma qoyacaq, icazə verəcək. Xeyr, oralı deyil. Ancaq uçulurdum sən olmayanda. Nə dəxli var haralıdır, Azərbaycanlıdır. Boş söhbətdə onda elə kişilik olar. Sən lazım olsa kişiliyin sübut eləyər sənə. Bəylərə gedirəm. Ne bileyim değiller de. Sizdə ailədə işə çölə bayra icazə verəndə hansısa bir kişi olmur ki, çöldə siz heç kəs görmür.
Cəmaətin əli kimi oturub mənlə pek eləməyəcək ki. Mən TikTokda tarayıb, TikToka da icazə verəcək. Mən TikTokumu kişilər üzərində açmıram ki, qadınlar üzərində açıram. Mənim argumentim tamam başqadır TikTokda. Mən sırf qadınlar üçün, qadınlarla söhbət edirəm. Takipçilerimin hamısı da qadınlardır. Mənim azdır mənə o izləyən oğlanlar. Ona görə də mənə icazə verməyi normaldır. Açıb bəzi qızlar kimi bəzənib düzənib ancaq canlında 16-17 nəfər kişilər deyil ki, durum deyim ki, hə. Ona görə də sözü deyəndə fikirləş sonra danış. Elə biri var yəni. Ağayeva, yoxdur, prosto mırtdaşıram, sözü də danışıram. Yox, 5'də bağlayacağım, daha yatan değilim, ara yatıram, birazdan gedirəm. Bugün neçənci gündür? Günorta yatmışım. 6'dır, onda bugün dəqiq 6'dır. Ne yaxşı, onda bugün evdeyim. Birazdan da gün ev ticarete giderim. Beşte 6'da dəqiq deyin. Ham 6 yazır axı. Bir nəfərdən başqa. Zaks Moskvaya gedib turla gəlsin, sonra olacaq qızlar. Paylaşacağım səhifədə, narahat olmayın Zaks. O qız bilir, mənə naz etsə də, o qız bilir, o hara getsə də, o qız bilir, təzərəm mən. Bu vaxt yox, saat 7 kimi gedirəm, cəzamı edib gəlirəm. Zaks, bəli, Zaks. Boşanmışam deyə Zaks eləyə bilmərəm qızlar. Zaks nədir? Zaks iki insanın evliliyi. Xeyrə qarşı. Ağa evatında səssizə çox artıq danışır. Təsisatın özünə gəlsin biraz. Toy olacaq. Xeyr xanım, nə toyu? Toy istiyorsunuz olsun. Onun ola bilər oğlan toyu, amma mən istəmirəm. O çünki subaydı. Bir dənə toy ona görə istəyirəm. Bir toyda balet oynayacaq. Fotosesiya ilə mütləq. Fotosesiya eləyim, onu paylaşmayın, onu edirəm, o yüzden xoşlamır paylaşmam. Özüm üçün eləyərəm də. Balet oynayacaq toyda. Yox. O da mənə kimi mırtdı. Sən öyle it oynadan biridir. O zarafatsız, mən zarafatsız. Onun üzerine smiley koyuyor. Hoşlamır da değil, hoşlamır. Yaraşır sənə. Yaraşıqlıdır qızlar. Kişi meymundan biraz seçildi bəssi də. Çox yaraşıqlı olsa sənin deyil, başqalarının. Keçəcəksən oğlun evinə, əlbəttə ki. Qocalmarsa deyək, az mırtdı səni. Bütün gün it oynadandı. Yaxşı xəsiyyəti var, gülər üzdür, mırtdı. Düzdür, başı çönəndə çönür, gəlirlər arada. Amma belə xəsiyyəti yaxşıdır. Tek uşaqdır, hə, evin tek oğludur canım. 7 bacının bir qardaşıdır. Nə bürcüdür? Bürcün demirəm də. Yo, ciddiyəm, make-up. Bacıların 7 sərdədir, biri yox. Daha doğrusu 6 sərdədir, biri yox. Zarafat eləm, 3 bacısı var, biri oğlandır. 2 sərdədir, biri yox. Neyse sildirmeye ihtiyaç yoktur, mən 4 ildir izləyir. Gülməli nə var ki, gülüm, ay xanım. Məncə zarf edirsən, yo. Ciddiyəm. Harada danışıyorum? TikTok'ta. Deyirəm axı 4 ildir mənə izləyir, qıraqdan sevir. Özü də canlı açmır. O canlı açmır. Qaynar, bəli, hamısını görüb. Nə görməlidik? Ay 1001, nə yanırsan fake hesabından burada? Kimsəmsə hoşuma qayb olmasın. Bəyəcici qürbən. Qaynana ilə qalacaqsınız. Ola da bilər, olmaya da bilər. Biraz, yəni biraz. 15 gün belə, 15 gün belə. Evin tek oğlu da, dayı. Qaynanamın xəsiyyəti yaxşıdır, mehriban arvaddır, müasirdir. Canlı zad açmağıma yaxşı baxır. Deyil, izləyirəm səni canlıda. Müasirdir deyə qoyur. Ona görə yəni qaynanam yaxşı. Telefon zad işlətməyə qarşın deyil. Bir şey ki, mən canlıda izləyir, nə deyə bilərəm. Qırtın gəlməsin.
TikTok'da. Aliment düşdü ki sənə, bəs nə? Xeyr, Sıvaydı. Dariya xanım. Sütün Sıvay oğlan uşağıdır. Ailişlə tanışdırıbsan. Ailişi nəylə tanışdırım? Ailişi tanırdı. Uuu. Yaşı 28. Tanışlık hikayemiz TikTok. Yok, hələ evlənməmişik. Görüb. Maraqlanmalıdırlar da. Maraqlıdırlar. Çok sağ olun kızlar. Biz tanıyırıq, xeyr, tanıdığımız biri değil. Qəti şəkildə. O məni 4 ildir tanıyır, mən onu... Mən də onu tanıyırdım, amma tam yaxından tanıyıram az müddət. Canlıda görməmişsiniz, xeyr. O canlı adamı deyil deyirəm. Canlı açan biri deyil. O nə deməkdir Jale xanım? Eliyəsi. Jasmin xanım, deyəsən siz kimin evində qalanda sevgi olursunuz, bizə aid deyil elə şeylər. Kimsə insanlara qarşı yaxşı davranırsa, demək deyil onların arasında nəsə var. Biraz ağıllı, ya aslanlar. Xeyr, nə əlaqəsi var onun adını yazırsınız bura? Burada yazıb heç nə eləyən insan deyil o. Yazı yazan deyil qətiyyən. Çatda gəlsin, yazsın, eləsin, elə şey yox. Ağır, çox. Zarafat bir yana, həqiqi xəsiyyət ağırdı qızlar. Yaxşıyam ki, neysən bilirsən. Geyimə qarşı, baxır nəyə də? Baxır nəyə? Bu qədər də geridə qalmış da deyil, tam belə şey də deyil, orta stabil. Ay.